Rusiyanın Moskva vilayət məhkəməsi kriminal dairələrdə daha çox Xobot kimi tanınan 64 yaşlı qanuni oğru Andrey Belyayev Vaznesenskini 8 il 2 ay müddətinə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum eləyib. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda təqsirli bilinib. Bu artıq Belyayevin 9-cu məhkumluğudur. Müdafiə tərəfi Xobotun səhhətinin ağır olduğu üçün cəzadan azad edilməsini xahiş eləyib. Xatırladaq ki, 2023-cü ilin aprelin 5-də Belyayev Vaznesenski görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Udmurt həbsxanasından vaxtından əvvəl azad olunub. 29 iyun 2023-cü ildə qanuni oğruya qarşı cinayət iyerarxiyasında yüksək vəzifə tutma maddəsi ilə yenidən iş açılıb. Xobot ona qarşı irəli sürülən ittihamlarla razılaşıb və günahını etiraf edib, lakin ifadə verməyib. Xobot 1995-ci ildə köhnə formasiyanın nüfuzlu Moskva qanuni oğrusu, daha çox Savoska kimi tanınan Vladimir Savoski tərəfindən taclandırılıb.